Bismillahirrahmanirrahim. Niye bazen illerle dua edirik, amma heç nə değişmir? Sanki sesimiz otağın tavanına deyip geri qaydır. Amma bəzi insanlar var ki, əllərini göğe qaldırıb tek bir cümle deyirlər və kainatın nizamı değişir. Dənizlər yarılır, xəstəliklər yox olur, qeybdən ordular enir. Bu sir nədədir? Dua sadece sözlərin təkrarıdırmı? Yoxsa qəlbin Rəbbi ilə qurduğu şifrəli bir əlaqə? Əziz və dəyərli izləyicilər, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, dua müminin silahıdır. Amma hər silahın bir ateşlənmə qaydası var. İçində mərmi olmayan silah necə ki ateş açmır, içində yəqinlik, yəni qəti inam və mənəvi təmizlik olmayan dua da hədəfə çatmaz. Bugün sizinlə o silahın necə ateşləndiyini öyrənəcəyik. Gökyüzünü titrədən, mələkləri hərəkətə gətirən, möcüzəvi duaların sirlərini açacağıq. Bugün sizə Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin bizlərə əmanət etdiyi İsmi Əzəm, yəni Allahın ən böyük adı sirrini açacağam. Zəkəriyyə Peyğəmbərin qısır və yaşlı olduğu halda hansı səssiz nida ilə imkansızı mümkün etdiyini öyrənəcəksiniz. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin dualarımızı məhv edən 3 görünməz divar haqqındakı xəbərdarlıqlarını eşidəcəksiniz. Və nəhayət, İmam Əlinin aleyhisselam gecənin qaranlığında oxuduğu duaları həbs edən günahlar düsturunu tamamilə fərqli bir bucaqdan kəşf edəcəksiniz. Əgər bağlı bir qapını açmaq istəyirsinizsə, doğru açardan istifadə etməlisiniz. Çoxumuz Allahdan möcüzə istəyirik, amma onu necə çağıracağımızı bilmirik. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm isə bizi bu məsələdə qaranlıqda qoymamış, bizə ən böyük açarı vermişdir. Səhih Tirmizi və Əbu Davudda səhabilər nəfəs kəsən bir anı danışırlar. Bir gün Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm məscidə daxil olur və bir adamın dua etdiyini eşidir. Adam sadəcə dünya malı istəmirdi. O duasına Allaha çox xüsusi və dərin bir təriflə başlamışdı. Adam deyirdi, Allahümmə inni əs'əlükə bi ənni əşhədu ennəkə əntallah, la iləhə illə ənt, el-əhəd, es-saməd, əlləzi ləm yulad və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Allahım, sənin Allah olduğuna, səndən başqa heç bir ilah olmadığına, tək olduğuna, saməd, yəni heç kimə möhtac olmayan, lakin hər kəsin ona möhtac olduğuna, doğmadığına və doğulmadığına, heç bir tayı bərabəri olmadığına şahidlik edərək səndən istəyirəm. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu sözləri eşidən kimi dayandı. Səhabilərinə tərəf dönüb, dualarımızın taleyini dəyişəcək o böyük həqiqəti elan etdi. Canım əlində olan Allaha and olsun ki, bu adam Allahdan onun ən böyük adı ilə, yəni İsmi Əzəmlə istədi. Allah bu adla çağırıldıqda mütləq icabət edər, yəni cavab verər və bu adla ondan bir şey istənildikdə mütləq verər. Əziz izləyicilər, formulu görürsünüzmü? Möcüzə yaradan dua mən istəyirəm deyə başlamır. O, yaradanın mütləq qüdrətini etiraf etməklə başlayır. Üstəlik Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm möcüzənin psixoloji şərtini də belə qoyur. Allaha dualarınızın qəbul olunacağına 100% yəqinliklə, yəni əmin olaraq dua edin və bilin ki, Allah qafil və diqqətsiz bir qəlbdən gələn duanı qəbul etməz. Bu gecə əllərinizi qaldıranda içində şübhə ilə dua etməyin. Göylərin sahibinin o saniyə sizin səsinizi eşitdiyinə tam əmin olaraq dua edin. İsmi Əzəmdən istifadə edin və imkansızın necə gerçəyə çevrildiyini izləyin. Bəzən dua etmək istəyirik, amma tibb, elm, reallıq bizə deyir ki, bu imkansızdır, boşuna çalışma. Lakin Allahın riyaziyyatı insanların riyaziyyatından fərqlidir. Gəlin Məryəm surəsindəki o möhtəşəm dua möcüzəsinə baxaq. Zəkəriyyə Peyğəmbər aleyhisselam çox yaşlanmışdı. Saçları ağarmış, sümükləri zəifləmişdi. Həyat yoldaşı isə qısır idi və o da çox yaşlı idi.
Biologiya, təbibət deyirdi ki, onların övladı ola bilməz. 100% imkansızdır. Amma Zəkəriyya aleyhisselam Məryəmin otağına girəndə və Allahın ona qışın ortasında yay meyvələri, yəni möcüzəvi ruzi göndərdiyini görəndə içindəki ümid alamlandı. O dərhal mehraba keçdi və heç kimin eşitməyəcəyi şəkildə ürəyinin ən dərinliyindən bir dua etdi. Qur'an bunu belə təsvir edir. Nidəən xəfiyyə, yəni o, Rəbbini gizli, səssiz bir nida ilə çağırmışdı. O dedi, ey Rəbbim, sümüklərim zəifləyib, saçım ağarıb, amma mən sənə dua etməklə heç vaxt ümidsiz, məyus olmamışam. Mənə öz lütfündən bir varis, yəni övlad ver. Diqqət edin, o demədi ki, mən qocayam, necə olacaq? O, Allahın rəhmətinə güvəndi. Və o, hələ mihrabda namaz qılıb dua edərkən, mələklər nida etdilər. Ey Zəkəriyya, Allah sənə Yahya adlı bir oğlu müjdəliyir. Zəkəriyyə özü belə şoka düşdü. Rəbbim, zövcəm qısır, mən qoca ikən, mənim necə oğlum ola bilər? Allahın cavabı bütün imkansızlıqları yerlə yeksan etdi. Qalə kəzəlik, yəni Rəbbin dedi ki, bu belədir. Bu mənim üçün çox asandır. Axı mən səni əvvəlcə heç nə ikən yaratmamışdım. Əziz qardaşım, bacım, həkim sizə deyib ki, sağalmazsan. Borcunuz o qədər çoxdur ki, riyazi olaraq ödəmək imkansız görünür. Zəkəriyya Peyğəmbərin duasını xatırlayın. Sizin üçün imkansız olan Allahın sadəcə bir kün əmrinə baxır. Gizli, səmimi, ağlayaraq edilən, səssiz nida qədəri yenidən yazır. Duanın imkansızı yoxdur. Biz Allaha necə dua etməyi öyrəndik. Amma niyə bəzən o qədər ağlamağımıza baxmayaraq dualarımız cavabsız qalır? Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bizi bu məsələdə təxminlərlə baş-başa buraxmamış, möcüzələrimizi məhv edən mənəvi xəstəlikləri, yəni dualarımızın qarşısını kəsən 3 görünməz divarı diaqnoz qoymuşdur. Birinci divar haram lokma. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Səhih Müslimdə bir adamdan bəhs edir. Adam uzun və əziyyətli bir səfərə çıxıb, saç-saqqalı bir-birinə qarışıb, üstü-başı toz içindədir. O, əllərini göyə qaldırıb fəryad edərək, Ya Rəbb deyə yalvarır. Baxın, o həm səfərdədir, həm darda qalıb, həm də Allaha yalvarır. Duanın qəbul olması üçün bütün fiziki şərtlər yerindədir. Amma Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm o dəhşətli hökmü verir. Onun yediyi haram, içdiyi haram, geyindiyi haramdır. O haramla qidalanıb. Belə olan halda onun duası necə qəbul ola bilər? Sizin mədənizə girən tək bir qəpik haram pul, faiz, yəni riba və ya kiminsə haqqı sizinlə göy üzü arasında dəmir bir divar hörür. Qazancınızı təmizləyin ki, duanız ərşə yüksəlsin. İkinci divar tələskənlik, Səhih Buxari. Səhih Buxaridə Rəsulullah sallallahu aleyhi və alihi və səlləm çox açıq şəkildə xəbərdarlıq edir. Sizdən biriniz tələsmədiyi və dua etdim, amma Rəbbim mənə cavab vermədi demədiyi müddətdə duası qəbul olunar. Siz mən bezdim, Allah məni eşitmir dediyiniz an, əslində qapınıza qədər gəlmiş olan möcüzəni öz əllərinizlə məhv edirsiniz. Allah sizin səbrinizi sınayır. Gecikmə, inkar deyil, daha böyük bir mükafata hazırlıqdır. Üçüncü divar, icabətin, yəni cavabın növünü anlamamaq. Müsnəd Əhməd. Biz elə bilirik ki, dua yalnız istədiyimiz şey eyni ilə veriləndə qəbul olur. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Allahın rəhmətinin sirrini belə açır. Bir müsəlman Allaha dua etdikdə, əgər duası günah və ya qohumluq əlaqələrini kəsmək deyilsə, Allah ona mütləq bu 3 şeydən birini verər. Ya istədiyini dərhal bu dünyada verər, ya o duanın savabını axirətə saxlayar və onu cənnətə daxil edər, ya da o duanın sayəsində onun başına gələcək eyni dərəcədə böyük bir bəlanı, yəni qəzanı ondan uzaqlaşdırar. Sübhanallah! Səhabilər bunu eşidən kimi sevinclə, o zaman biz çoxlu dua edərik, dedilər. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Allahın lütfü daha çoxdur, buyurdu. Anlayın bunu.
Sizin dilinizden çıkan heç bir dua boşa getmir. Siz o işi, o pulu ala bilmədiniz. Bəlkə də məhz o oxuduğunuz dua övladınızın qarşısına çıxacaq ölümcül bir yol qəzasını havada paramparça etdi. Hər dua bir möcüzədir. Sadəcə biz onun hansı şəkildə qəbul olduğunu görəcək qədər uzaq görən deyilik. Əgər duanın mənəvi anatomiyasını, niyə tıxanıb qaldığını anlamaq istəyirsinizsə, İmam Əlinin əleyhissalam o misilsiz hikmətinə müraciət etməliyik. İmam Əli əleyhissalam Kümeyl ibn Ziyada öyrətdiyi o məşhur duada sadəcə Allaha yalvarmır. O insan ruhunun rentgenini çəkir. Bu dua cənnət və ya mal-mülk istəməklə başlamır. Bu dua fəlakətlərin kökündə dayanan səbəbləri, günahları qruplaşdırmaqla başlayır. Gecənin qaranlığında İmam Əlinin əleyhissalam o sarsıdıcı gözyaşlarını dinləyin. Allahümməğfir liyə-zunubəlləti təhtikul əsəm. Allahım, mənim pərdələrimi cıran, yəni məni rüsva edən günahlarımı bağışla. Allahümməğfir liyə-zunubəlləti tunzilun niqam. Allahım, bəlaları nazil edən günahlarımı bağışla. Və ardınca insanın qanını donduran o cümləni deyir. Allahümməğfir liyə-zunubəlləti təhbisud-dua. Allahım, mənim dualarımı həbs edən, qarşısını kəsən günahlarımı bağışla. Baxın bu böyük sirrə, İmam Əli əleyhissalam bizə öyrədir ki, dualarımız Allah uzaq olduğu üçün cavabsız qalmır. Dualarımız bizim öz əməllərimiz tərəfindən girov götürülür, həbs olunur. Duaları həbs edən o zəncirlər nədir? Niyyətin xarab olması, qəlbimizdə insanlara, qardaşlarımıza qarşı kin və nifrət saxlamağımız, qeybət etməyimiz və namazları qəsdən gecikdirməyimizdir. Sizin içinizdə başqasına qarşı nifrət varkən etdiyiniz dua başınızın üstündəki o günah buludunu dəlib Rəhmanın dərgahına yüksələ bilməz. Amma İmam Əli əleyhissalam bu duanın içində bizi çarəsiz qoymur. O zəncirləri necə qıracağımızı da öyrədir. Ey adı dərman, zikri şəfa, itayəti zənginlik, yəni ehtiyacsızlıq olan Rəbbim. Sərmayəsi ancaq ümid, silahı isə ancaq göz yaşı olan bu quluna rəhm et. Baxın, möcüzənin zirvəsi budur. Bir duanın hədəfə çatması üçün Allahın hüzuruna tam bir iflas etmiş kimi çıxmalısınız. Mənim qıldığım namazlar var, mənim verdiyim sədəqələr var, deyə egoyla deyil. Rəbbim, mənim heç bir qüvvəm yoxdur. Əlimdə olan tək sərmayəm sənə olan ümidimdir. Tək silahım isə peşmanlıq göz yaşımdır. Egonun, kibirin sındığı, insanın öz acizliyini etiraf etdiyi o saniyədə duaları həbs edən zəncirlər qırılır və möcüzələr yağış kimi yağmağa başlayır. İndi gəlin bu ilahi formulu ürəyimizə tətbiq edək. Gözlərinizi yumun. Bugün sizi boğan ən ağır yükü, həll olunmasını istədiyiniz ən böyük problemi düşünün. Siz tək deyilsiz, sizi eşidən və hər şeyə qadir bir Rəbbiniz var. Yolu təmizləyin, Peyğəmbərin xəbərdarlığını xatırlayın, həyatınızdan haramı çıxarın, sizə pislik edənləri bağışlayın ki, ürəyinizdəki kin dualarınızı həbs etməsin. Əsas açarı istifadə edin. Allaha sadəcə mənə ver deməyin, İsmi Əzəmi xatırlayın. O uca məqamı tərifləyərək, tam bir yəqinliklə Rəbbinizə müraciət edin. Zəkəryanın səssizliyi ilə. İmkansız deyə bir şey yoxdur. Cəmiyyətin, tibbin, elmin dediyi mümkün deyil sözlərini unudun. Dərdinizi səssiz nida ilə Rəbbinizə fəryad edin. İmam Əlinin göz yaşı ilə. Dua etməzdən əvvəl istiğfar edin, bağışlanma diləyin. Allahım, mənim dualarımı həbs edən günahlarımı məhv et. Sərmayəm ancaq sənə olan ümidimdir deyin. Əllərinizi qaldırın. O əllər heç vaxt qayıtmayacaq. Ya dərhal veriləcək, ya cənnətə yazılacaq, ya da sizi bir fəlakətdən qoruyacaq. Əgər bu video qəlbinizdəki ümid işığını yenidən yandırdısa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, bu mənəvi səfərimizə birlikdə davam edək. Və rəy bölməsində bugün Allaha nidanızı bildirmək və o görünməyən divarları qırmaq üçün bu cümləni yazın. Ya Rəbbi, dualarımızı həbs edən günahlarımızı bağışla və bizə
möcüzəvi qapılar aç. Dualarınız qəbul, qəlbiniz nurlu, eviniz bərəkətli olsun. Hələlik. Allah amanında.